Dostlar, davam edirik. Biz keçən dərsimizdə artıq traversal mövzusunda bitirdik. Yəni ki, yaratdığımız tree map üzərində, mövcud olan tree map üzərində hansı alqoritmlərdə biz addımlaya bilirik, onların müəyyən nodlarına və dəyərlərinə necə çata bilirik, bunlar haqqında danışdıq. Yoldaşlar, bu dərsdə isə artıq mən sonuncu hissəmizdir. Artıq tree map'in real istifadəsini, yəni ki, real artıq biz keçən dərsdə xatırlayırsınızsa necə etmişdik? Hətta sizə onu göstərim. Modul 3-də hansı ki biz tree map'i hər bir, yəni həm sol tərəfini, həmçinin də sağ tərəfini yoldaşlar öz manual olaraq, yəni əlimizlə düzəldirdik, manual olaraq yaradırdıq. Yəni ki, konkret bir soluna da, sağına da, hətta solun sağına və s. yəni bütün nodlarına konkret bir manual şəkildə müəyyən bir dəyərləri set edirdik və bundan sonra artıq biz traversal texnikalarına baxdıq ki, post order var, in order var, pre order var və s. kimi deməli gedişatlar var. Bunları da eyni qaydada etməyə çalışdıq və bunlar üzərində necə addımlama olduğunu da gördük. Həmçinin də level order. Dostlar, dediyim kimi bu dərsdə isə mən istəyirəm ki, artıq bu şəkildə manual olaraq deyil də, yəni ki, mən konkret ikini sola, biri sağa və s. kimi deyil də, yəni ki, təsadüfi rəqəmlər gəlsin və biz həmin o rəqəmləri konkret müəyyən bir alqoritmə əsasən tree map'imizə yığaq. Çünki yoldaşlar, nəticə olaraq biz data struktur dərsindəyik və data struktur dərsində biz əvvəlki dərslərimizdə olduğu kimi məlumatları biz hər hansı sadəcə bir insert edirdik, müəyyən bir indeksə yazırdıq, o məlumatlar orada gəlib otururdu. Yəni bu şəkildə hər bir deməli məlumatı konkret bir nöqtəyə manual olaraq əlimizlə yazmırdıq, düzdür? Necə yazırdıq? Yəni ki, sadəcə insert edirdik, gedib müəyyən bir nöqtəyə artıq link listlərdə məsələn sonuncu noda, arraylərdə sonuncu deməli indeksə və ya lazım oldu orta indeksə və s. kimi nöqtələrə insert əməliyyatı icra olunurdu və əksi. Yoldaşlar, mən indi istəyirəm ki, dediyim kimi burada artıq biz bu yaratmış olduğumuz və üzərində artıq yəni ki, işləyəcəyimiz binary tree data strukturunda artıq elə bir alqoritm quraq ki, ona ötürdüyümüz dəyərləri o binary tree, adı üstündə tree, yəni ki, o ağac lazım olan budaqlarına və yarpaqlarına bu məlumatların hamısını bölə bilsin və paylaya bilsin və həmçinin biz onlardan istifadə edək. Yoldaşlar, elə bu səbəbdən mən bu dərsdə ən geniş yayılmış nümunələrindən biri, həmçinin də başa düşülməsi asan olacaq nümunələrdən biri olan binary search tree deməli example-na biz baxacağıq, bu nümunəsinə baxacağıq. Yoldaşlar, nədir binary search tree? Nəticə olaraq binary tree yoldaşlar, fikir versək, zaten bu işarəsində də göründüyü kimi, yəni bu diaqramda da göründüyü kimi, bizim çəkdiyimiz həmin oxlara, həmin o nodlara bənzəyir. Lakin 3, 2, 1 və s. deyil də, fikir versək 8, 5, yəni fərqli rəqəmlərdir. Və burada müəyyən bir işarələr var, fikir versək yoldaşlar, 8 kiçikdir 5 və ya digərləri 7 kiçikdir 5 və s. Həmçinin burada 12 kiçikdir 8 və s. Məsələ budur ki, yoldaşlar, binary search tree-nin əsas məntiqi budur ki, yoldaşlar, fikir versəz, left subtree contains all elements less than 8. Yəni ki, 8-dən, məsələn, mən 8-i root olaraq qəbul edirəm, düzdürmü? Mənim əlimdə müəyyən bir ədədlər var, bu ədədlərin hamısı. Mən bunları sıralı şəkildə, yəni binary-mə əlavə etmək istəyirəmsə bu data strukturuma, mən 8-i misal üçün root olaraq götürürəm, fərqli rəqəm də ola bilər, fərq etməz. 8-i root olaraq götürürəm və ondan sonra gələcək bütün rəqəmləri, yoldaşlar, ya 8-dən böyük olduqda sağ tərəfinə və kiçik olduqda isə sol tərəfinə doğru yazmağa başlayıram. Həmçinin də onların da, yəni ki, subtree-ləri də eyni qaydada yoldaşlar, özündən sonra gələn və ki, özündən qabaq gələn rəqəmləri də eyni qaydada sol və sağ, yəni ki, kiçik və böyüyə bölür. Dostlar, diqqətlə baxın bura, 8-i root olaraq qəbul etmişəm. Və 8-dən 5, yəni ki, misal üçün ikinci fərz eləyək ki, bizə 5 rəqəmi təqdim olundu. Və bunu nə edirəm, yoldaşlar? Biz 5 ilə müqayisə edirəm 8-i. Əgər kiçikdirsə, nə baş verir, yoldaşlar? Burada biz həmin o 8-i, yəni ki, 5-i daha doğrusu 8-in soluna yazırıq. Əks edilirsə 12 gərəsi olsaydı, bunu 12-ni, yəni ki, onun sağını doğru yazmış oluruq. Yoldaşlar, bu şəkildə biz binary search tree-ni qururuq. Gəlin, bunu indi şifahi şəkildə belə deyil də, istəyirəm bunu tam aydın olsun da, whiteboard üzərində bir etməyə çalışaq, vərəq üzərində etməyə çalışaq. Dostlar, dedik ki, bizə nə lazımdır?
Bizim fərz edək, yoldaşlar, əlimizdə müəyyən bir ədədlər var. Dostlar, bu ədədlərdən mən artıq bura əlavə etmişəm. Məsəl üçün 5, 3, 7, 2, 4, 6 və 8. Bunu bura bir nöqtəyə əlavə edək yoldaşlar. Bu şəkildə gözümüzün qarşısında dursun. Bundan istifadə edərək bu ədədlərdən sıralı şəkildə yoldaşlar biz öz deməli binary treemizi qurmağa çalışaq. Yoldaşlar, deməli, dedik nə iş görək? İlk öncə yuxarıdan aşağıya doğru başlayaq və tək-tək addımlayaraq bu dəyərlərin üzərində bunların hamısını yoldaşlar, deməli, binary treemizə əlavə edək. Təbii ki, yoldaşlar, yuxarıdan aşağı doğru addımlayanda bizim birinci dəyərimiz 5-dir və 5 olduğu üçün də biz bunu yoldaşlar root olaraq qəbul edə bilərik. Bu bizim dostlar rootumuzdur. Rootdur, yəni ki, başlanğıc nöqtəmizdir. Yoldaşlar, bunu root olaraq qəbul etdikdən sonra artıq bundan sonra gələn bütün artıq dəyərlərin hamısını bax, mən birinci 5 ilə, daha sonrası alt komponentləri ilə müqayisə eləyərək gedəcəm. Görün bir axırda necə bir mənzərə alınacaq. Dostlar, ikinci yəni ki, dəyərimiz nədir? 3. Dostlar, 3 5-dən böyükdürmü? Xeyr, kiçik olduğu üçün yoldaşlar, onu mən sol yəni ki, deməli, onun budağına, sol noduna əlavə edirəm. Sonra 7 gəlir yoldaşlar. 7 5-dən böyükdürmü? Bəli. Onu hara əlavə edirəm? Bunu sağ budağa əlavə edirəm. Daha sonra yoldaşlar, 2-ni hara əlavə edirəm dostlar? Çünki baxıram, birinci eyni qaydada artıq baxmayaraq ki, mən 2 dənə artıq level hazırlamışam. Bu 2-ni həm root ilə, həmçinin də aşağıdakı nə qədər level varsa hamısı ilə deməli müqayisə etməliyəm. 2 haranında yoldaşlar? 5 normalda 5-dən kiçikdir. 5-dən kiçik olduğu üçün mən normalda bunu hara yazmalıyam? Sol tərəfə. Lakin sol tərəfdə 3-ün özü də olduğu üçün 3 ilə 2 müqayisə edəndə o da 3-dən kiçik olduğu üçün bu da hara yazılacaq yoldaşlar? İşin sol tərəfinə yazılmış olacaq. Sonra 4 gəlir. 5 4-dən kiçikdirmi? Bəli, sol tərəfə gəlir. Lakin 3 ilə qarşılaşır. 3 4-dən böyükdürmü? Baxıram ki, bəli. Yəni ki, daha sonra 3 4-dən kiçikdir. O səbəbdən də 4 böyük olduğu üçün bunu artıq biz hara yazmalıyıq? Sağ tərəfə yazacağıq. Həmçinin 6, yəni ki, müqayisə edirik. Normalda 5, yəni 6 5-dən böyük olduğu üçün sağ tərəfə, 7-dən kiçik olduğu üçün isə burada artıq biz bunu sol tərəfə deməli yazmalıyıq. Dostlar, 8, 5, yəni ki, 8 5-dən böyükdür. 7-dən də böyük olduğu üçün artıq hara gəldi yoldaşlar? Bu şəkildə işin sağ tərəfinə gəlmiş oldu. Dostlar, biz əslində buradan yuxarıdan aşağı doğru tək-tək oxuya gəldikdə biz bunu yeri gəldikdə array kimi də, linked list kimi də başa düşə bilərik. Yəni ki, bizim arrayimizdə, linked listimizdə görüntü sıralı şəkildə idisə yoldaşlar, amma artıq TreeMap'də, yəni 3 dərs boyunca artıq başa düşdük ki, yəni ki, bu linked listlərdən və arraylərdən və s. fərqli olaraq left, right və s. və ya ki, bunu budaq kimi sayıla bilərsiniz, node kimi fərq etməz. Hər cür halda, yəni ki, bu sıralama artıq bir önəm daşımır. Fikir versəz, yəni ki, normalda məsəl üçün toplamda 7 dənə sətir ibarətdirsə, burada artıq sətir, əgər hər bir level'ı bir sətir eləsək, burada 3 dənə sətirə bölünmüş olduğunu da yəni ki, görə bilərsiniz. Dostlar, bax, bu bir array'in hər hansı bir, yəni ki, bir ədədlərin ardıcıl şəkildə üzərində addımlayaraq onun yəni ki, TreeMap'ə yığılması üsulları idi və ümumiyyətlə bu onun görüntüsünü verirdi. Lakin təbii ki, biz bunu keçən dərsdə yoldaşlar, indi biz 3, 2 və s. yazırdıq. Hansı ki, biz əslində o yazdığımız kod bizə istədiyimizi verirdi. Hansı ki, modul 3-də fikir versiniz, yazdığımız bizə istədiyimizi verirdi. Lakin mən artıq bu dərsdə istəyirəm ki, necə eləyək? Biz elə bir şey edək ki, dostlar, biz misal üçün 5 deyəndə o başa düşsün ki, misal üçün root'a əlavə eləmək lazımdır və ya ki 3 göndərəndə bunu sol tərəfinə, nə bilim 7 göndərəndə sağ tərəfinə və ya 6 göndərəndə root'un sağının da soluna əlavə etmək lazımdır. Yəni ki, yoldaşlar, bu TreeMap'i biz ən maksimum şəkildə elə avtomatlaşdırmalıyıq ki, bu ədədlərin, yəni bu array'ə, daha doğrusu bu data struktura toplanması maksimum avtomatlaşdırsın və ondan sonra yoldaşlar biz artıq üzərində gəzmək üçün istifadə etdiyimiz traversal metodlarından istifadə edərik və bu dərsin də əsas mövzusu olan, yəni ki, search anlayışını, yəni ki, bizim bu rəqəmləri bura yığmaqdakı əsas məqsədimiz olsa sadəcə datalar orada olsun deyə deyil əslində. Mən bu da sizə göstərmək istədiyimiz binary search anlayışıdır. Yəni ki, biz hər hansı bir dəyəri axtararkən binary-də axtaranda necə bir nəticə alırıq, normal array-də axtaranda necə bir nəticə alırıq, həmçində bunun yəni ki, deməli, praktikasını eləyərik və nəticələri öz gözümüzlə görərik. O səbəbdən yoldaşlar qayıdıram, deməli, kod hissəmə. Bu şəkildə qalsın yoldaşlar. Bu bizim keçən dərsdə hazırladığımız CLS noddur. Yoldaşlar, mən burada artıq set left və s. bunları sildim. Bunlar ehtiyac deyil. Çünki
bunlar əsasən manual etdiyimiz zaman bizə lazım olurdu. Biz artıq bunu dinamik edəcəyimiz üçün yoldaşlar, bu sadəcə CLS node içərisində bu metodların qalması bizə kifayət edir. Hansı ki, üzərindən keçmək gərəkirsə, bir node bir dəyərdən ibarət edir və left və right hissəsindən ibarət edir. Baxın yoldaşlar, bir node içərisində dəyərdən ibarətdir. Həmçində onun sağ və sol qollarından ibarət, deməli, bir komponentdən ibarət idi. Və yoldaşlar içərisində init metodu hazırlamışdım. Hansı ki, init metodu sadəcə nə iş görürdü? Bu nodu yaratdığımız an yaradırıq və init metodunu çağırırıq ki, o nodu yaratsın, yaratdıqdan sonra dəyərini yazsın və dəyərini yazdıqdan sonra isə left və right-ını ən azından nothing eləsin ki, daha sonra biz ona lazım olduqda, bizim burada olduğu kimi new və s. edib də məlumat əlavə edə bilək. Bu səbəblə yoldaşlar, insert deyirəm, class modul, yeni bir class modul əlavə edəcəm və bu class modulunu yoldaşlar adını qoyaq ilk öncə. Mənim məqsədim buradan budur ki, yoldaşlar, CLS BTS qoyacağım adı. Yəni ki, Binary Tree Search klassı olsun bunun adı. Sırf burada mən yoldaşlar məlumatların tree-yə yığılması olsun, onun üzərində addımlamaq olsun, yeri gəldikdə onun orada olan hər hansı bir məlumatı axtarıb tapmaq kimi bütün əməliyyatların hamısını dostlar etməyə çalışacağım. Yəni ki, bu bizim CLS BTS, yəni ki, sırf binary tree anlayışını burada özündə cəmləşdirəcəkdir. Yoldaşlar, daxilində nə olsun? Dostlar, BTS-də, yəni ki, biz hər hansı bir binary-də ümumiyyətlə nə olursa, yəni nə olmasa da ən azından dostlar bir root olmalıdır, düzdürmü? Yəni, çünki işin başlanğıcı bir rootdur. Yəni ki, mən xatırlayırsınız link listlərdə və s. burada yazırdım nə? Ən azından head yazırdım və s. Bu da eyni qaydada, yəni ki, hər hansı bir başlanğıc nöqtəsi olsun deyə bizim üçün bir dənə rootun olması mütləqdir. Bu səbəbdən dostlar, mən private m root deyə CLS node tipində, təbii ki də node tipində olan, yəni ki, bu tipdə olan bir dəyər və ya ki, bir dəyişən tanımlayacağım. Yəni ki, bu bir özündə bir obyekt saxlayacaq, nodun obyektini saxlayacaq. Dostlar, bu BTS deməli, yəni ki, obyekti yaradıldığı anda, yəni ki, initdə olduğu kimi yəni, müəyyən bir default dəyərləri özündə saxlamalı və ya default dəyərləri özündə birləşdirməlidir. Gəlin belə eləyək yoldaşlar, biz class initialize metodundan istifadə edərək ilk dəfə bu nod çağırıldığı zaman, yəni ümumiyyətlə bu binary tree artıq yaradılmağa başladığı zaman təbii ki də rootun içərisi boş olmalıdır. Yəni ki, nothing olmalıdır. Mən onu nə zaman dolduracağam? Yəni ki, ona artıq konkret hər hansı bir dəyəri insert etdiyim zaman elə bu minvalla yoldaşlar mroot, yəni mroot deyəcəm və bərabərdir nothing deyəcəm ki, bu yarananda ən azından nothing olsun ilk öncə, yəni hər hansı bir nöqtəyə işarə etməsin və ya özündə hər hansı bir obyekt saxlamasın. Artıq bundan sonra mən rahat bir şəkildə deməli öz dəyərlərimi burada store edə biləcəm. Dostlar, bax bu hissəyə qədər belə bir şey etmək istəyirəm. Yəni ki, mən artıq bundan sonra dostlar gəlib misal üçün modul 4 əlavə edək, hansı ki elə bunun üzərindən gedərik bütün hamısına. Belə bir şey eləyirəm. Modul 4 yaradıram burada. İçərisində yoldaşlar deməli sub main yaradaq və dostlar sub main içərisində dim tree bu şəkildə as new CLS BTS adında bu şəkildə bir məlumat əlavə edəcəm. Dostlar, bax, mən gözləntim budur ki, bu şəkildə mən kodu yazdığım anda artıq mənim, yəni ki, class BTS-im artıq tree map-i başlatsın. Tree map-i başlatmaq da nə deməkdir, yoldaşlar? Əslində, rootun əlavə olunması, bəlkə rootun götürülməsi, nothing olsun və ya fərq etməz, hər hansı bir, yəni ki, başlanğıcın qoyulmasıdır. Artıq mən ikinci addımda, yoldaşlar, hər hansı bir, misal üçün, tree.insert dediyim zaman artıq hər hansı bir dəyər rootdur, onun artıq içəridə qərar verməlidir. Roota mı əlavə olunmalıdır, rootun soluna mı, sağına mı? Bu şəkildə bu binary tree search deməli onun qərarını verəcək. Elə bu səbəbdən də yoldaşlar, mən istəyirəm ki, yerindəcə bu class initialize-dan sonra həmən deməli bizim insert metodlarına keçək. Dostlar, insert metodu yazmağa çalışacağıq. Gəlin burada düşünək, yəni ki, insert metodu necə olmalıdır? Biz insert metodunu dostlar, insert dediyimiz zaman biz orada artıq seçməməliyik. Yəni ki, bu roota mı getsin, left-inə mi getsin, right-inə mi getsin? Yenidən göstərmək gərəkirsə modul 3-də biz əslində bunu edirdik, düzdür? Baxın, root init deyirdim, özünə hansı bir dəyər əlavə edirdim və yaxud ki, soluna, solunun sağına və s. digərinə hamısına gedirdi. Yəni ki, bütün əməliyyatın hamısı yəni ki, manual olaraq davam edirdi. Bu səbəbdən bu bizim yəni ki, keçən dərsdə qalan bir məsələdir. Lakin bu dərsdə artıq bu daha bir professional variantda olmalıdır. Yəni ki, yoldaşlar, mən nə olursa olsun müraciət etdiyim bu metod o rootu da özü seçməlidir. Yoldaşlar, burada biz deməli mən istəyirəm ki, bir ədəd public
sub olan və public olacaq təbii ki də. Insert deyə bir metod əlavə edim. Hansı ki, bayaqlar yazdığım kimi yoldaşlar, tree deyib insert deyəndə mən artıq məlumatı bura ötürməliyəm. Hansı məlumat yoldaşlar? Burada artıq, yəni ki, by value as long kimi məlumat əlavə olunsun. Yəni ki, daha sonra bir məlumat qəbul edəsin. İndi bu məlumatı dostlar hara əlavə etməlidir? Root-a əlavə etməlidir. Dostlar, elə bu səbəbdən set root deyəcəm və mroot bərabərdir. İndi bax, burada əsas məsələ buradadır yoldaşlar ki, mən bunun qarşısında nə yazım? İndi yoldaşlar, deyə bilərsiniz ki, ən sadə bir şəkildə set mroot deyəcəm. Hə, nə var ki, burada ən uzağa gərək burada new, cls, misal üçün node desəm əgər, zaten node tipindədir. Və daha sonra isə yoldaşlar, mroot-u bu şəkildə init eləsəm və buna value-ni göndərsəm, bu bizim işimizi ən azından root üçün görmüş olacaq, düzdürmü? Hətta gəlin yoxlayaq. O zaman mən bura 3-4 yazacağım misal üçün və daha sonra misal üçün gəlin belə eləyək, müvəqqəti bu mroot-u public eləyəcəm, onu geri dəyər əldə etmək üçün. Debug nöqtə print bu tree-nin mroot-unun valuesuna gəlib çatmağa çalışaq. F8-ni addımlayıram. Baxın, məlumat əlavə olundu. Daha sonra root-a əlavə olundu. Daha sonra isə debug olundu və 4-ü burada görmüş olduq. Demək ki, yoldaşlar, biz insert prosesini ən azından ilkin variantda düzgün şəkildə gerçəkləşdirdik. Lakin, məsələ nədir yoldaşlar? Biz axı bura bir dəfə məlumat əlavə etmirik, düzdürmü? Yəni ki, bu insertün arxasınca nə gələ bilər yoldaşlar? 5 gələ bilər. Nə bilim, başqa vaxtda başqa bir dəyər gələ bilər, 40 gələ bilər. İndi bu hansı birini saxlayacaq özündə? Və yaxud da ki, bu 4, 5, 40 hansı roota gedəcəkdir, hansı rootun soluna sağına gedəcəkdir. Biz bu metoda baxdığımız zaman yoldaşlar, adı bəlkə də bizə işarə verir, lakin bu metodun içərisinə baxdığımız zaman isə bu həmişə yeni bir root yaradıb və yaxud ki, roota yeni bir obyekt mənimsədib, həmin o obyektə dəyəri mənimsətmiş olacaqdır. Və bunun üzərində mən run düyməsini klikləyəndə təbii ki də 40-ı çapa verir, yəni ki, ən sonuncu datanı çapa verəcəkdir. Çünki sonuncu bunu görür, aydın məsələdir. Bu da bizə yoldaşlar sərf eləmir. Demək ki, mən bu insert metodunun içərisində və yaxud ki, buna köməkçi olaraq elə bir proses hazırlamalıyam ki, bu root-u deməli yaratsın, lazım olmayanda isə root-u artıq yaratmasın və onun soluna və sağına doğru məlumatları əlavə etməyi bacarsın. Və yoldaşlar, mən burada belə bir şey etmək istəyirəm bu səbəblə. Bunu müvəqqəti siləcəm. İndi buradan o tərəfə diqqətlə qulaq asın. Private deyək və bir function əlavə edək. Məqsəd nədir yoldaşlar, bilirsiniz? Baxın, mənim burada əslində bayaq etdiyim new cls node var bu insert metodunun içərisində. Bu da əslində manual şəkildə yenə rootun manual şəkildə yaradılmasıdır. Yəni mənim bunu bu şəkildə yazmağım, bu modul üstə bu şəkildə yazmağımdan heç bir fərqi yoxdur. Yəni mən əslində sanki qabağa getmək istəyirəm, amma əslində yerimdə sayıram. Bu bir mənasız bir anlayış olur. Bu səbəbdən mənim buradakı məntiqim necə olmalıdır yoldaşlar? Mən mroot-a insert deyəndə mroot-a gedib, yəni ki, elə bir metod və ya elə bir funksiya vasitəsilə məlumat və ya elə bir obyekt əlavə etməliyəm ki, və ya ki, obyekt mənimsətməliyəm ki, o həqiqətən ya root varsa root-a əlavə eləsin, yoxdursa gələn dəyəri root-dan başqa digərlərini əlavə etməlidir. Bu şəkildə bir gedişat olmalıdır yoldaşlar. Məqsəd budur. İndi gəlin bunun kodlamasını eləyək, sizə daha aydın deməli olmuş olacaq. Bu səbəbdən dostlar bir private function deyəcəm. Məqsədim budur ki, bir insert deməli node əməliyyatını icra eləsin. Dostlar, indi sual verirsiniz ki, niyə functiondur bu? Çünki mən insert node deyirəm. Yəni ki, hər hansı bir misal üçün gəldi, 5-ə əlavə olundu, sonra 3 əlavə olunmalıdır, düzdürmü? Yəni ki, 5-in sol tərəfinə doğru bu şəkildə məlumat əlavə olunmalıdır. O əlavə etdiyim məlumatı, yoldaşlar, bu nodu mən kənarda yaradıb buna demirəm ki, sadəcə insert elə. Bax, bu metodun özü, yəni bu funksiyanın özü həmin o obyekti yaradıb, dəyərini mənimsədib, bu şəkildə root ilə və ya lazım olan nöqtə ilə birləşdirməlidir. Yəni ki, bunun üzərində görün nə qədər böyük bir yük var. Belə bu səbəbdən yoldaşlar, mən istəyirəm ki, birincisi elə node as cls bir node kimi bir dəyər əlavə edək. Və həmçində, təbii bunu sizə by val edəcəm, sadəcə obyektin dəyərini göndərsin, özünü göndərsin. Daha sonra by val value as long kimi. Təbii ki də, bu da artıq başa düşüləndir ki, biz bir dəyər alacağıq, yəni ki, bir node deməli alacağıq, yəni ki, hansı ki, bu artıq hansı noddur yoldaşlar? Başlanğıc nod olmalıdır, düzdürmü?
Dostlar, bu hissəsini diqqətlə baxın. Burada mən bir nod alıram, bir dənə dəyər alıram. Dəyərin alınmasını başa düşdük. Lakin nodu sual verə bilərsiniz ki, niyə kənardan bir nod alırıq? Axı biz bayaqdan danışırıq ki, içəridə nod yaradacaq və s. Bəli, içəridə bir nod yaradacaq, lakin yoldaşlar, bu içəridə yaratdığı nod, yəni ki, illaki başlanğıc bir nod olmalıdır. Yəni ki, bu hansı nöqtədən sonra yaradacağını bilməyi üçün buna biz həmişə yoldaşlar rootun özünü göndərəcəyik. Və ya ki, yaradılmış və ya ki, mövcud olan rootun özünü deməli göndərəcək. Gəlin yazaq yoldaşlar, kod, yəni ki, yazmaq daha bir işi aydınlaşdıracaq. Bu nod içərisində, yəni Bival node as CLS node kimi göndərilir. İlk öncə dostlar, birinci case'i ilk öncə incələyək. Hansı ki, bu hansı case'dir yoldaşlar? Rootun, yəni ki, əlavə olunması. Yəni normalda yoldaşlar biz heç bir şey olmayanda, sadəcə bu metodu yaratdığımız zaman, bu bu CLS BTS obyektini yaratdığımız zaman, bunları hələ çağırmamışdan qabaq, hələ ki, ağ ekrandır, düzdürmü? Heç bir dəyər yoxdur. Lakin bundan sonra mən əgər desəm ki, misal üçün fərz eləyək, bu rəqəmlər üzərinə gedərdik yoldaşlar, 5, 3, 7 və s. Bu tərəfdə olsun. Misal üçün 5, 3, 7. Mən bura 5 deyəndə artıq bu başa düşməlidir ki, bu 5 deməli rootun deməli nə idi? Rəqəmidir və ya ki, roota əlavə olunmalıdır. Bu nə zaman olacaq yoldaşlar? Əgər if node, yəni göndərilən node nothingdirsə, əgər bu göndərilən nod nothingdirsə, yəni ki, artıq heç bir şey dəyəri göndərilməyibsə, yəni ki, bu root başlanğıc göndərmişəm. Mən bu rootu indi göndərəcəm birazdan bunun içərisinə. Bu əgər root boşluqdan və daha doğrusu hər hansı bir obyekt içərisində yoxdursa, yəni ki, boş bir dəyərdirsə, bax onun içərisində artıq, yəni ki, set noda, niyə imin nod deyirəm yoldaşlar? Çünki artıq bu root nod vasitəsilə göndərilibdir. Yəni ki, nodun artıq mən insert noda root vasitəsilə bir dəyər göndərəndə bu artıq nod kimi artıq təmsil olunacaq. Təbii ki də insert nod içərisində. Və bundan sonra new CLS nodu artıq obyektini yarada bilərəm. Və bundan sonra yoldaşlar node init deyəcəm və burada value deməli dəyərini çağıracağıq. Yəni ki, daha sonra int metodunu çağırıb valuesunu ona ötürəcəyik. Və bundan sonra yoldaşlar artıq nə edə bilərik? Sadə bir şəkildə node artıq yaranıb baxın, düzdürmü? Ən uzağı exit function eləyə bilərik. Təbii ki də yoldaşlar, niyə exit function deyirəm? Çünki nodun, yəni ki, rootun kiçik olduğu, boş olduğu, boş olduğu deməli ehtimallarda bura, yəni ki, işləməlidir, root yaradılmalıdır, məlumat əlavə olunmalıdır, init olunmalıdır, daha sonra çıxmalıdır. Niyə çıxmalıdır yoldaşlar? Deyə bilərsiniz ki, zaten kod yoxdur. Lakin bundan sonra nə gələcək yoldaşlar? Artıq sırf bizim rootun olduğu, hətta və hətta rootdan başqa digər, yəni ki, left və rightların olduğu ehtimallar olacaq ki, onları da aşağıda biz yoxlayacağıq. Burada bundan sonra insert deyəcəm, node deyəcək, yəni ki, insert node nə mənada? Yəni ki, funksiya vasitəsilə geriyə yoldaşlar biz yaradılan bu nodu axı içəridə yaradılıb, düzdürmü? Bayaqlar nə demişdim? Dedim ki, mən burada içəridə yaradacağım və içəridə yaratdıqdan sonra bunu funksiya vasitəsilə geri qaytaracağım. Geri nə qaytarır yoldaşlar? CLS təbii ki də node qaytarır və set insert node bərabərdir elə nodun özü. Yəni ki, yaradılmış bax bu nodu, göndərilən bu nod, yaradılmış bu nodu artıq nə edir? Yəni ki, geriyə həmin nodun özünü geriyə qaytarır. Yoldaşlar, bax, burada elə yer gəlmişkən while yazmağımızın səbəblərindən biri budur. Yəni ki, by referans yazsaydım elə eynisinə data əlavə eləyəcəkdi. O səbəbdən nod yazıram ki, yeni bir obyekt yaransın, yeni bir, yəni tam sıfırdan bir obyekt üzərinə gedək. O səbəbdən burada by while'dır və fikir versəz yoldaşlar, nod boşda olanda, yəni ki, göndərilmiş root boş olanda yenisini yaradır, nod içərisində yeni bir obyekt yaradır bu nodun obyektini üçün, ona initialize eləyir dəyərini, həmçinin onu geriyə qaytarır. Dostlar, yaxşı, bunu insert nodu çağıran kimdir? Bax, insert nodu çağıran və bu rootu buna təmin eləyən biz təbii ki də bunu kənardan görə bilmərik yoldaşlar. Burasını da dəqiq açıqlayayım sizə. Çünki mən normalda desəz ki, insert elə, misal üçün bu insert deyil də bu insert nodu elədir, düzdürmü? Yəni ki, misal üçün fərz edin ki, bu yoxdur. Insert yoxdur, bu metod yoxdur, insert nodu var. Bu insert nodu vasitəsilə biz əgər obyekti, bu, yəni ki, dəyərlərimizi bunun içərisində göndərmək istəyiriksə, bu bizdən illaki başlanğıc bir dəyər istəyəcəkdir. Bu başlanğıc dəyəri biz axı təmin edə bilmirik, düzdürmü? Çünki biz trenin içərisindəki o roota gəlib çata bilmirik. Bu bir private-dır. Encapsulation qaydasına uyğun olaraq bu burada private olmalıdır. Və belə olan təqdirdə bizə bu rootu və insert node üçün təmin etməyi bacaran başqa bir subprosedur mütləq lazımdır.
Bu da həmin bu insert metodu olacaq. Yəni ki, mənim gördüyüm, kənardan gördüyüm bu insert metodu olmalıdır. Nə edəcək yoldaşlar? Insert metodunu çağıracaq. Yəni ki, insert metodunu çağıracaq. Çağırdıqdan sonra yoldaşlar ona həm m root'u, düzdürmü? Həmçində yoldaşlar belə value'sunu ötürəcək. Ötürəcək ki, yoldaşlar, yəni ki, insert metodu çağırılsın. Lakin bu geriyə nə qaytaracaq yoldaşlar? Artıq həmin bu root üçün yaradılmış obyekti geriyə qaytarmalıdır. Bərabərdir deyirəm yoldaşlar. Set m root deyəcək. Və yoldaşlar bundan sonra artıq insert metodunu mən çağırdığım zaman bax root boşdur və ya boş deyil ki, zaten ilk dəfə çağıranda boş olur. Bu roota insert node metodu baxın yoldaşlar içəridə onun üçün bir obyekt yaradır, dəyərini mənimsədir və mənimsədilmiş dəyəri və obyekti ilə bərabər geriyə qaytarır. Onu da hara mənimsədirik? M roota. Artıq yoldaşlar mənim birinci addımımda mənim rootum hazırdır. Sol sağı da hazırdır. Zaten int metodu vasitəsilə left və right da hazırdır. Artıq bundan sonra biz növbəti addımlara keçə bilərik. Yaxşı, növbəti addımda nə baş verəcək? Bax, bizim əslində növbəti addımda eləyəcəyimiz bizim bayaqlar bu 5, 3, 7 rəqəmləri bölgü vasitəsilə necə aparmışdıqsa, həmin o məntiqi burada, alqoritmi burada yazmaq olacaq. Dostlar, nodun nothing olması dedik ki, kökün olmamasıdır, rootun olmasıdır. Bəs yaxşı, olanda nə olacaq? Dostlar, sadə bir şəkildə. Gələn value əgər kiçikdirsə, məsələn, bax, sol tərəf üçün elə ki, işləyirəm hal-hazırda. Əgər gələn value, yəni ki, bu value, burada göndərilən bu value və qabağına yazılmış bu dəyər, əgər rootda olandan, bax, root yox, daha doğrusu, yəni ki, root deməyək, burada artıq node deyəcək yoldaşlar. Niyə? Çünki bu nodda root da ola bilər, sabahları üzərində addımlayanda başqa nodlar da ola bilər. Yəni ki, node nöqtə, deməli, bunun nəyi? Artıq value'su. Əgər bu şəkildə kiçik olduğu təqdirdə, yoldaşlar, deyək, kiçik olduğu təqdirdə bu sol tərəfə doğru yazılmalıdır. İndi məsələ nədir yoldaşlar? Bax, indi ilk prosesdə mən tamam root'u əlavə edirəm. Gəlirəm yoldaşlar, bir dəfə insert çağıranda root əlavə olunur və bura 5 əlavə olunur. Düzdürmü? Yaxşı, ikinci dəfə mən bunu çağıranda, insert deyəndə və 3 deyəndə, məsəl üçün 3 yazanda bu gəlir root ilə bunu yoxlayır. Görür ki, hə, bala kiçikdir ondan və sol tərəfinə doğru məlumatı əlavə etməlidir. Bax, value nodun value'suna hansı, amma bu artıq buradakı nod kimdir? Zaten görünür yoldaşlar, rootdan gedir söhbət. Tamam mı? Rootdan gedir söhbət və value'dan əgər kiçikdirsə, göndərilən value'dan kiçikdirsə, bu rootun, yəni ki, olan və ya ki, olan nodun dəyəri artıq həmin nöqtəyə məlumat əlavə olunmalıdır. Yəni ki, o left hissəsinə, yəni ki, məlumat əlavə olunmalıdır. İndi dostlar, buna baxın, set deyəcəm və nodun leftinə, zaten 2 dənə dostlar, left right'dır, bu leftinə artıq mən nə etməliyim yoldaşlar? Obyekti yaradıb dəyəri mənimsətməliyəm. Yoldaşlar, burada obyekti yaratmaq nə deməkdir? New CLS node deyib, daha sonra node nöqtə left, o da init deyib, məsələn, gələn value mənimsətmək demək, düzdürmü? ISO. Amma yoldaşlar, bu artıq burada keçərli deyil. Artıq bunu bu şəkildə yazmağımıza ehtiyac yoxdur. Niyə yoldaşlar? Çünki məlumatın insert olunması da, obyektin yaradılması da artıq, bax elə bu insert nodun özünün deməli işidir. Demək ki, yoldaşlar, biz burada artıq rekursiyadan istifadə edərəkdən insert node deyib, elə özünü çağıra bilərik. Dostlar, yəni ki, node, left və value desək, bax burada olduğu kimi. Bax, ilk dəfə yoldaşlar, biz root deyə çağırırıq dəyəri. Çünki ilk dəfə olduğu üçün. Amma sonrakılarda artıq özü ilə. Yəni ki, left isə left kimi, right isə right kimi deməli çağıracaq. Dostlar, bax, bayaqdan əslində mən biraz çətin çəkirdim bu hissələrdə sizə bunları artıq tam açıq deməyə. Çünki bunu əvvəlcədən demək biraz çox çətin olur. Başa düşməsi çox çətin olur ki, niyə insert nodu və inserti bir-birindən ayırırıq. Birində root göndəririk və ya digərlərində. Dostlar, bax, əslində burada bu hissədə artıq bu sizə tam aydın olacaqdır yoldaşlar. Ona görə ki, baxın, indi birinci dəfə root göndərilir və ya ki, biz ilk dəyər göndəririk, o bizə root-a əlavə olunmalıdır. Insert 5 deyirəm, yəni ki, burada gəlir ilk dəfə root üçün, yəni ki, bir obyekt yaradılır. Bu obyekti yaradan dedik ki, insert node-dur və mən buna root üçün
yəni ki, insert nodun root üçün obyekt yaratmaqdan ötürü rootun özünü göndərirəm. Deyirəm ki, bax, əlimdə mənim bir dənə hazır deməli obyektim var, bir dəyişənim var, root. Bir onu yoxla görək. Onun içərisində dəyəri var və ya yoxdur. Varsa keç get. Yoxdursa, bax, onun üçün bir obyekt yarat, init elə və geri həmin dəyəri göndər ki, mən onu yadda saxlayım. İndi yoldaşlar diqqətlə baxın. Bu yadda saxlamaq da harada hiss olunur? Artıq ikinci dəfə insert'ü çağıranda. Mən artıq ikinci dəfə insert'ü çağıranda mən artıq yenə əslində root'u göndərirəm, lakin birinci dəfə artıq root axı initialize olundu. İkinci dəfə buna artıq girməyə gərək yoxdur. Nə edir? Gəlir artıq if şərtlərini çalışdırır. Dostlar, baxın indi, hətta bunu debug pəncərəsi üzərindən görək. Bax, insert dedim. Insert gəlir. İlk dəfə root'u göndərir insert'ə. Göndərir, görür ki, həqiqətən root'da heç bir şey yox imiş. Demək ki, hələ işin ən başlanğıcındayım mən. O səbəbdən root'u yaradır, init eləyir. Həmin o insert, yəni ki, nodu və ya yaradılmış bu, yəni ki, root üçün yaradılmış bu nodu geriyə qaytarır, root'u əlavə edir. Root'un içərisi doludur yoldaşlar artıq. Sonra ikinci dəfə təbii ki də kod bitmir, düzdürmü? Yenə hələ ki tree üzərinə gedirik. Yəni eyni xətt üzərində gedirik və yenidən tree üzərindən insert elədiyimiz zaman artıq baxın yoldaşlar, yenidən root'a nəsə əlavə etməyə çalışacaqmı? Baxaq. Yoldaşlar, root artıq keçən dəfə doldurulmuşdu axı, düzdürmü burada? İkinci dəfə artıq yenə root'u göndərəndə baxın üzərinə keçir. Çünki artıq niyə? Root doludur. Dolu olduğu üçün value və buradakı value ilə yoxlayır. Yəni göndərilən value ilə olan value arasında. Dostlar, fikir verin, olan value üzərində 5 yazır. Bu hansı 5'dir? Baxın, root'un 5'i. Bu value-da yazan 3 nədir? Bizim yeni göndərdiyimiz 3. Deyirik ki, hə, soldan, yəni ki, sol tərəfdə, yəni ki, 5-dən 3 olduğu, 2 olduğu sol tərəfdədir. Mən indi istəyirəm ki, bax, bu nod üçün, yəni daha doğrusu 5-in, yəni ki, sol tərəfində olan bu nodu yaradım. Lakin dedik ki, yaratma anlayışda kimə aiddir artıq? Insert noduna aiddir. Və bu səbəbdən dostlar, baxın, yenidən insert əlavə olunur. Node left göndərilir. Dostlar, node left ilk dəfə göndərilir, düzdürmü? Çünki bu bayaqları 5-i root'u yaratdıq, amma root'un altı boş idi. Mən ilk dəfə göndərdiyim üçün, necə ki, root'da ilk dəfə göndərəndə boş olduğu üçün burada işləyir. İndi ikinci dəfə leftini göndərən, root'un leftini göndərəndə boş olduğu üçün, baxın yoldaşlar, bura işləyəcəkdir. Ki, bu da root kimi leftini dolduracaq. Və bundan sonra yoldaşlar artıq iş bitir. Eyni məntiq yoldaşlar right üçün də demək olar. Bu şəkildə m right deyəcəm. Həmçinin burada da insert m right demiş olacam. Yoldaşlar, əslində baxın, insert, yəni ki, əməliyyatımız totalda bunlardan ibarətdir. Təbii ki də mütləq şəkildə bunu təkrar praktik eləyin, diaqramlarını çəkməyə çalışın. Diaqramlar çəkəndə daha aydın olacaqsa yoldaşlar. Mən hələ ki bununla kifayətlənəcəm, yenidən üzərinə qayıtmağa gərək yoxdur. Sadəcə üzərinə keçmək gərəkirsə yoldaşlar, bizim burada əsas işimizi görən, yəni iş görən funksiya yoldaşlar burada insert node funksiyasıdır. Bu funksiya həm yəni ki, lazım olan nodu yaradır, onu init eləyir və yeri gəldikdə onu da geriyə qaytarmağı deməli bacarır. Yeri gəlmişkən yoldaşlar, burada da unutmayaq. Təbii burada necə ki biz nodu yaradıb, yəni root nodunu yaradıb geri qaytardığımız kimi, hətta buraya yazaq yəni root. Tam aydın olsun bizə. Root'u yaradıb geri qaytardığı kimi yoldaşlar, bu left'i və right'i yaradan deməli funksiyalardır və ya ki alqoritmlərdir. Burada isə yoldaşlar eyni qaydada set edildikdən sonra right'ına və ya left'inə eyni qaydada yoldaşlar bu da geriyə deməli qaytarılsın. Yəni ki, bilək ki, həqiqətən artıq bundan sonra yəni ki, node artıq doludur. Yəni ki, misal üçün root'un left'ini doldurmuşuq və ya root'un right'ını və ya root'un left'ini doldurmuşuq və s. Bu insert əməliyyatı yoldaşlar, indi gəlin yoxlama eləyək. Misal üçün 3 əlavə elədim. Hansı rəqəmlər idi? 3, 7, 2, 4. 3 dedik, 7, 2, 4. 7, 2 və 4 olduğunu görə bilərsiniz. Yoldaşlar, belə baxdığımız zaman 4 hardadır yoldaşlar? 5-in, yəni ki, root'un left'inin right'ında. Yəni ki, mən burada gəlib yenidən bunu bir public eləyim və qəti eləyəcəm təbii ki də bunu debug.print nə edirəm yoldaşlar? 3.mroot'un yoldaşlar, dedik ki, nəyini? Left'ini və right'ını. Left'ində olanın right'ının dəyərinə əgər biz müraciət etsək, görək həqiqətən də bu 4'ü bizə qaytaracaqmı? Yoldaşlar, baxın indi run düyməsinə klik edəndə bizə
4'ü qaytarmış oldu. Baxın yoldaşlar, biz keçən dərsdə modul 3-də konkret gözümüzdən görürdük. Init eləsin, root'u, set left eləsin, leftinin leftinə, leftinin right'ına və s. qoya gedir, düzdürmü? Hamısını əlavə eləyə getdik. Lakin yoldaşlar, bu dərsdə artıq nə elədik? Sadəcə insert deməklə, yəni ki, bu artıq bu dəyərlərin left'ə-mi, right'a-mı, root'a-mı əlavə olunmasının hamısını biz sadəcə CSS BTS-in üzərinə deməli yükləmiş olduq və onun qərarına buraxdıq. Və bu dostlar əslində tree map'in ən professional, yəni ki, doldurma üsullarından sayılır. Və bu şəkildə axıra kimi davam eləyə bilərsiniz. Yoldaşlar, bu insert metodu idi. Gəlin rəqəmlərimizi davam etdirək. Nə demək istəyirəm? Yəni ki, burada 5, 4-ə qədər gəldik, sonra 6, 8 də var. 6, 8-in özünü də doldurmaq istəyirəm yoldaşlar ki, onlar da əlavə olunsun və üzərində daha sonra addımlama eləyək. Yoldaşlar, addımlama üçün biz artıq keçən dərsdə traversal metodlarından danışmışdıq. Hansı ki, burada bizim level order dedik ki, post order, in order və s. var. Bir də bizim burada pre-orderımız var. Dolayısıyla elə ən asanında bizə ilk dəfə keçdiyimiz də odur deyə elə bunu götürəcəm. Bunu buradan yəni ki, götürürəm, pre-order'ı birbaşa kopyalayıram. Gətirib öz datamda, yəni ki, CSS BTS-in içərisində elə bir nöqtəyə harasa əlavə edək bu şəkildə. Sadəcə üzərində müəyyən düzəlişlər eləyəcək ki, bu bizim istədiyimiz kimi işləsin. Dostlar, birinci ilk öncə bu private olsun dostlar. Niyə? Yenidən sual verməsi ki, niyə private? Biz axı bunu çağıracağıq. Məsələ nədir yoldaşlar? Baxın, eyni məntiqdən yola çıxacağıq. Biz insert nodu birbaşa çağıra bilmirik. Çünki dedik ki, biz axı root'u bizim üçün kənardan verə bilən lazımdır. Yəni ki, bir başlanğıc nöqtəsini bizim üçün qoya bilən lazımdır. O səbəbdən biz burada insert metodundan istifadə elədik. Yəni ki, köməkçi insert metodundan istifadə elədik. Burada eyni qaydada biz, məsəl üçün, bizdən pre-order bir rekursiyadır da nəticə olaraq, düzdürmü? Rekursiya olduğu üçün bu bizdən kənardan nod qəbul etməlidir. Yaxşı, hansı nod? Yəni ki, bunu başlanğıcını ən azından bildirməliyik. O səbəbdən bunu private sub eləyəcəm və adını dəyişək, necə eləyək? Pre-order sadəcə nə qoyaq? Main qoyaq yoldaşlar. Əsas yəni iş görən proses bu olsun. Bir dənə də sadəcə public sub pre-order print desək düzgün olar mı? Bəli. Pre-order print deyək bu şəkildə. Sadəcə işin nədir yoldaşlar? Pre-order main'i çağırsın, ona da başlanğıc root'u əlavə eləsin. Yəni ki, root'dan artıq bu 5'i ötürəcək buna, o artıq başa düşəcək ki, ən dibə enmək lazımdır. Oradan 2 və ya 2, daha doğrusu pre-order'da necə edir yoldaşlar? Hansı ki 5, 3, 2, sonra 4, nə bilim və s. 7, 6, 8, yəni səhv etmirəmsə belə eləyirdik. Düzdürmü? Bu şəkildə getməlidir. Dostlar, baxın indi göndərilən nod nothingdən fərqlidirsə, yəni ki, bizim ilk dərsdə də olduğu kimi dostlar, print 3 n çıxılsın birdən, daha doğrusu üzr istəyirəm, n sıfırdan böyük olduğu təqdirdə o bir dərsdə gördük ki, necə oldu? Misal üçün debug print node əgər nothingdən fərqlidirsə, yəni ki, sona əgər çatmayıbsa, sona çatana qədər bu proses davam eləməlidir. İndi biz pre-order, yəni ki, bunu pre-order main yazaq, hətta bu da yadımızdan çıxmasın. Biz keçən dərsdə nodun leftini və rightini çağırırdıq aşağıya düşməsi üçün. Elə burada da eyni qayda dostlar, eyni məntiqlə davam eləyək. Yəni ki, hər hansı bir dəyişiklik etməyə gərək yoxdur. Və bu şəkildə oluşlar pre-orderımız əslində hazırdır. Dediyim kimi, üzərindən çox danışmaq istəmirəm. Zaten yetər qədər danışmışıq keçən dərsdə. Gəlin sadəcə bunu istifadə etməyə çalışaq. Tree deyirəm və yoldaşlar burada, baxın indi pre-order print metodunu çağırsam, yəni ki, bunu çağırsam, bunu da private eləyək yenidən. Artıq bu düşünürəm ki, bizə istədiyimizi verməlidir. Yoldaşlar, baxın, gəlin hətta bunu neynəyək? Çapa vermədən öncə, dostlar, nəticə olaraq nə çıxartmalıdır, təxmini onu etməyə çalışaq. Dostlar, necə idi bizim pre-order deməli anlayışımız? Yuxarıdan root'dan başlayırdı aşağıya doğru, yəni ki 5, sonra 3, sonra 2 deyirdi, düzdürmü? Gəlin baxın, indi onu çəkməyə çalışaq burada. Dedik ki, pre-order 5, sonra 3'ü çapa verməlidir. Yəni ki, root'u verir, sonra onun alt komponentlərini verməlidir, düzdürmü? Yəni ki, 5-dən sonra ilk alt komponent nədir? 3'dür. Yəni ki, 3'ün ilk alt komponenti nədir? 2'dir. 2'ni yazıram. 3'ün artıq 2'dən sonra heç bir komponent olmadığı üçün artıq 3'ün komponentlərindən davam edir. Baxıram ki, 3'ün 2 nodu, yəni sol tərəfdə 2 nodu var, sağ tərəfdə isə nə var? 4 nodu var. Burayla bitdim mi? Keçir 5'in o birinə. Baxın, normalda 5'i burada 3, 2, 4 olaraq, yəni ki, bu sol tərəfi çapa verdi. Burayla işi bitdiyi üçün artıq keçir ikinci tərəfə. Yəni ki, 7,
sonra 6, sonra isə 8. Yəni ki, yoldaşlar, aşağı-yuxarı düşünürəm ki, bu ardıcıllıqda 5, 3, 2, 4, 7, 6, 8 ardıcıllığında bizə çapa verməlidir. Gəlin görək düzgün fikirləşmişikmi? Dostlar, baxın, indi etdik belə 5, 3, 3, 7, 2, düzdürmü? 5, 3, 7, 2, 4, 6, 8. Hər şey qaydasındadır. Və bundan sonra run düyməsinə klikləyəndə, baxın, nəticələrimiz gəldi. Gəlin bunu burada gətirin, bura qoyum. Görə həqiqətən düzgün işləmişikmi? Baxaq, yoldaşlar. Bunu necə yuxarı çəkim? Bu şəkildə. Deməli, 5, 3, 2, 4, 7, 6 və 8. Bəli, yoldaşlar, tam düzgün bir şəkildə məntiqimizi qurduq. Zaten pre-orderda onsuz da keçən dərsdə yazmışdıq. Bu da eyni qaydada düzgün bir şəkildə işləmiş oldu. Bu da yoldaşlar həm insert metodu və insert metodundan da yola çıxaraq artıq düzgün insert olunduğunu biz burada görmüş olduq. Dostlar, həmən istəyirəm ki, belə bir şey eləyək. Burada təbii insert metodlarını hələ ki sadə print, yəni sadə yəni ki, binary tree üzərində yoxladıq. Mən əslində bunu istəyərəm ki, bir dənə fərqli bir binary tree üzərində yoxlayaq. Yəni, nə deməyə çalışıram? Yəni, biz həmişə necə gördük? Yəni, 3 dərs boyunca bir root var, altında 2 dənə, onun da altında hər birində 2 dənə. Lakin əslində, yoldaşlar, bizim binary treelərimiz ancaq və ancaq belə olmur, bəzən də biraz fərqlənə bilir. O, bəzən dediyim də nədir, yoldaşlar? İndi gəlin göstərim. XZ datamda, yoldaşlar, belə bir məlumat qoymuşam, ikinci example adında. Bunu bu rəqəmlərin hamısını buradan götürürəm. Gətirək qoyaq bu hissəyə. Belə kiçildək biraz, çox böyük olmasına gərək yoxdur. Deməli, yoldaşlar, 45, 12, 53 və s. yaza-yaza gedirik, yoldaşlar. Gəlin, indi bunu bir dənə diaqramlarını çəkməyə çalışaq, nodlarını çəkməyə çalışaq. Birinci 45. Yəni ki, yuxarıdan aşağı doğru addımlayanda, biz bunu əgər ərrəyə düzsəydik, birinci dəyər, yəni 0-cı indeks 45 və axırıncı indeks isə 78 olurdu. Yəni ki, 78 dəyər olurdu. Birinci, dostlar, başlayırıq ilk noddan, yəni ki, 45, əla. Bu zaten bildiyimiz məsələdir. Zaten digərlərində də eyni qaydada, eyni prinsip davam edirdi. Daha sonra yoldaşlar nə gəlir? 12. Dostlar, təbii ki də 12 45-dən kiçik olduğu üçün bu sol tərəfdə. Bu bizim 12-miz. Sonra 53 gəlir yoldaşlar. 45-dən böyük olduğu üçün nədir bu? Fikir verin, sağ tərəfdə. Sonra 3 gəlir yoldaşlar. 3 indi yoldaşlar 45-dən kiçik olduğu üçün zaten bilirik ki, sol tərəfdə olmalıdır. Sol tərəfdə olan 12-dən də kiçik olduğu üçün onun da soluna doğru bu şəkildə yazılmalıdır. Yəni ki, təxmini bu hissəyə yazılacaq. 37. 45-dən kiçik olduğu üçün 12-nin üzərinə, 12-dən də böyük olduğu üçün onun sağ tərəfinə yazılmış olacaq. Yəni ki, bu hissəyə. Dostlar, 24 gəlir. 24-də isə yoldaşlar 45-dən yenə kiçikdir, 12-dən böyükdür, lakin 37-dən nədir yoldaşlar? Fikir verin, kiçikdir. İndi, bax, tam bu hissədə, diqqətlə baxın yoldaşlar, 24 yazım. Fikir verin, biz elə bir ki, normalda həmişə soldan sağa düzürdük. Elə bəri başdan yoldaşlar fikir verirsiniz, 45, 12, 3, hər ki 53 burada tək qalıbdır. Hansı ki, 53 normalda ikinci, yəni ki, səviyyədə, ikinci dərinlikdə da, amma artıq sol tərəf 4-cü dərinliyə qədər gəldi, çıxdı. Yəni ki, yoldaşlar, biz heç bir zaman məcbur deyilik ki, hər zaman rootumuzu, yəni ki, paralel bir şəkildə bütün levellarda eyni, yəni ki, sağ və solu eyni olacaq şəkildə yaradaq. Hətta binary tree-də bu şəkildə də fərqli bir görüntü almaq mümkündür. Hansı ki, fikir versəz, sağ tərəf hələ ki, ikinci dərinlikdə qalıbdır, lakin sol tərəf artıq 4-cü dərinliyə qədər gəlib çıxıbdır. 100. Yoldaşlar, 45, 53-dən, yəni 45-dən böyükdür 100, 53-dən də böyük olduğu üçün artıq bu da gəlib bu hissəyə yazılmalıdır. Həmçinin 61, 45-dən böyükdür, 53-dən də böyükdür, lakin 100-dən kiçik olduğu üçün nə baş verir yoldaşlar? Gəlir bu nöqtəyə deməli yazılır. 90 yoldaşları eyni qaydada 45-53 100-dən də kiçik olduğu üçün 61, lakin ondan da böyük olduğu üçün 90 bu hissə yazılır. Dostlar, baxın, bayaqki sözümü geri alıram. Fikir versəz, bayaqları 53 artıq qalmışdı ikinci səviyyədə, yəni sağ tərəf qalmışdı ikinci dərinlikdə, artıq sağ tərəf 5-ci dərinliyə qədər gəldi çatdı. Bu səfər isə sol tərəf dayandı. 78 isə yoldaşlar hara olacaqdı? Baxın, 45-dən böyük, 53-dən böyük, 100-dən kiçik, 61-dən də böyük, lakin 90-dan kiçik olduğu üçün yoldaşlar nə baş verir? Artıq 78 ən dibə, ən ki, solun, sağın
ən dibinə gəldi, çatdı. Bax yoldaşlar, bu da, bax bu görmüş olduğunuz mənzərə də eyni qaydada bizim üçün binary tree sayılır. Yəni ki, binary tree-də məcbur deyil ki, hər noddan elə imeni, yəni ki, 2 dənə nod çıxmalıdır və 2 dənəsi dolu olmalıdır. Hətta fikir versəz burada, misal üçün ən sadə şəkildə bu 53-ün sol tərəfi, yəni ki, nuldur. Yəni ki, heç bir dəyər yoxdur burada yoldaşlar. Yəni ki, sol tərəfdən bura davam eləmədi. Və yaxud da ki, burada yoldaşlar 37-dən sağ tərəfdən davam eləmədi. Eyni qaydada 3-dən misal üçün nə sağdan, nə soldan davam eləməlidir. Tamam, bu axırıncı da başa düşmək olar, amma fikir versəz ortalarda 100 sağdan davam eləmir, 61 soldan davam eləmir, 90 da həmçinin də sağdan davam eləmədiyini burada görə bilirsiniz. Və bu da dostlar, yəni fərq etməz. Məcbur deyil hər dəfə belə bu şəkildə 12-də olduğu kimi 2 dənə dəyər çıxsın, 2 dənə nod yəni ki, əlavə olunsun, çıxsın. Yəni bir dənə də nod çıxa bilər. Bu da bizim üçün bir binary tree sayılır və bizim insert metodlarımız həmçinin bunlar üçün də keçərlidir və işləyir. İndi yoldaşlar, gəlin istəyirəm ki, bu ədədləri də eyni qaydada əlavə edək bizim bu deməli insert yəni ki, CSBTS-in tree içərisinə. Sadəcə belə bir şey eləyəcəm. Bunları silmirəm. Sadəcə bunları belə bu şəkildə kənarlaşdıracağam və tree nöqtə insert deyək. Yoldaşlar, tree nöqtə insert dedikdən sonra rəqəmlərimizi həmən yazın bura. 45, 12, 53. Deməli, 45, 12, 53. 3, 37, 24. 3, 37 və 24. Həmçinin 161, 90, 161 və 90, ən sonunda 28. Yoldaşlar, bundan sonra gəlin indi bunu deməli run edək və nə çapa veriləcəkdir ona baxaq. Dostlar, yenə bayaq olduğu kimi gəlin run etməmişdən qabaq ilk öncə özümüz təxmin eləməyə çalışaq ki, görək nə çapa veriləcək. Məsələn, pre-orderda nə çapa veriləcək. Dostlar, birinci 45-dən başlayırıq. İstisnasız 45-dir, düzdürmü? Arasında vergül qoyacağım, bilinsin. 45. 45-in alt komponentləri kimlərdir? 12 ilə 53. Birinci 12, yəni sol tərəfdən başlayaq. Sonra 12 altında olduğu üçün hələ ki 53 saxlanılır. 12-nin alt komponentləri kimlərdir? 3 ilə 37 sol tərəfdən götürək, yəni 3-ü götürək. Artıq 3-ün altında olmadığı üçün artıq biz geri qayıdıb 37 ilə davam edə bilərik. Yəni ki, yoldaşlar, 3-dən sonra 37, onun da altında bir dənə dəyər var zaten, o da 24. Yaxşı, burayla bitdimi? Keçirik sol tərəfə, sağ tərəfə. Baxın, bayaqlar 12 yazılanda 53-ü saxlamışdıq. İndi qaldığı yerdən 53-dən davam edirəm. 53, zaten bu hamısı altında bir dənə olduğu üçün yoldaşlar 100, daha sonra 61, daha sonra 90, həmçinin yoldaşlar daha sonra isə 78 olduğunu görə bilirik. Yəni mənim təxminim budur yoldaşlar. İndi gəlin bunu run edək, görə həqiqətən də bu şəkildə bir nəticə ortaya çıxırmı? Bir baxmağa çalışaq. Run düyməsinə klikləyəndə bunları buradan götürəcəm. Gətirək qoyaq bu hissəyə. Yoldaşlar, fikir verin nə çapa verildi? Həmən deməli 45, 12, 3. Həqiqətən də 45, 12, 3, 37, 24, 53, 37, 24, 53, 161, 90, 78 axıra kimi tam düzgün bir şəkildə düzülmüş oldu. Yoldaşlar, bizim təxminimiz də burada doğru çıxdı. Yoldaşlar, bu fikir verdinizsə, yəni ki, binary tree-dir, bu da binary tree sayılır. Yəni məcbur deyilik, elə həmişə hər iki tərəfdə eyni, bərabər paralel getsin. Bu da binary tree-dir. Bunun da üzərində addımlamaq, traversal mümkündür. Həmçində buna da eyni qaydada insert əməliyyatı mümkündür. Dostlar, bu da insert əməliyyatını və deməli çapa verilməsinin müəyyən nümunələri idi. İstəyirəm artıq bununla, yəni bu BTS ilə bağlı, CLS BTS ilə bağlı olan, binary tree search ilə bağlı olan elə əsas mövzusu olan search anlayışına keçək. Yəni əgər hər şey bura qədər aydındırsa, search anlayışı nədir bəs? Dostlar, search deməli bu binary tree-nin hətta binary, yəni ki tree search-ün əsas xüsusiyyətidir və deyərəm ki, digərindən fərqləndirən xüsusiyyəti də budur. Yaxşı, nədir? Deməli, gəlin başlayaq. Dostlar, bax, search-ü elə bir orada yazmadan, yəni ki, belə deyim sizə, gəlin bunu göstərim sizə ilk öncə. Search-ün kodlarını yazmadan ilk öncə search niyə var, niyə burada fərqlənir, bir onu başa düşməyə çalışaq ondan sonra. Yoldaşlar, biz baxın 5, 3, 7, 2, 4, 6, 8 dəyərlərini burada biz görürük. Düzdürmü? Hansı ki, hər biri dostlar bir ərrəyə toplayası olsaq,
Array normalda necə yazacaq bunlar və ya linked list bunları normalda necə qəbul edəcəkdir? Elə 5-dən başlayacaq sıralı şəkildə 3 və axıra kimi 8-ə qədər davam edəcək, düzdürmü? Hətta gəlin bunları yazaq. Məsələn, fərz edin ki, yoldaşlar, burada mən bir array yaratmışam. Yəni ki, data struktur olaraq arraydən istifadə edirəm və deməli 5, 3, deməli yazım belə şəkildə 3, 7, 2, sonra 4, 6 və 8. Bu şəkildə bir arrayimi yaratdım. Lakin bizim binary tree'miz isə bu şəkildə görünür. İndi sual. Mən əgər search etsəm nəyi? 8-ci dəyəri mən search eləyəsi olsam yoldaşlar, biz burada ən yaxşı halda neçənci cəhddə, yəni ki, arraydə neçənci cəhddə 8 tapacağıq? Baxın yoldaşlar, neçə dənə dəyər var? Elə ən axırıncısı 1, 2, 3, 4, 5, 6, 7. 7-ci cəhddə yoldaşlar, biz əgər şansımız varsa 7-ci cəhddə bu 8-i biz tapacağıq, düzdürmü? Buraya yazıram 7. 7-ci cəhd, yəni mənasında. Bax yoldaşlar, bəs mən həmin 8 rəqəmini binary tree-də axtarsam neçənci cəhdi tapacağam? Dostlar, binary tree-də mənə deyilir ki, bax bu binary tree-də bir yerdə 8 var. Bu 8-i axtar tap görüm hardadır və onu mənə geri qaytar və neçənci cəhdə tapdığını göstər. Bax yoldaşlar, 8-i mən normalda necə ki binary tree-ni hansı alqoritmlə yığmışdımsa, elə eyni alqoritmlə də axtara bilərəm. Yəni ki 5-dən böyükdürmü 8? Yox. Demək ki sağ tərəfə baxmalıyam. Baxıram 7-dən böyükdürmü? Bəli, sağ tərəfə baxanda baxıram ki 8 buradadır. Dostlar, toplamda neçə dənə cəhd oldu? Bir rootun özünə baxdıq. Hətta bunu qırmızı eləyək. Bir rootun özünə baxdıq. 2, 7-yə baxdıq. Əgər üçüncünün də sayası olsaq elə, yəni ki 3 cəhdə, dostlar, biz 3 dəfə, yəni yoxlamada və ya 3 cəhdə biz artıq 8-i tapa bilirik. Yəni binary tree-dən. Dostlar, diqqətlə baxın. 7 hara, 3 hara. Arada, yəni ki, təsəvvür eləyin, yəni ki, arada 2 qatdan da artıq bir fərq var. Bax, binary tree-nin search anlayışı və ya ki, search mexanizmasında binary tree-nin bax, ən üstün tərəflərindən biri budur. Yəni ki, binary tree search anlayışında, yəni ki, prosesində bu şəkildə bizə çox böyük bir, yəni ki, sürət qazandırmış olacaq. Və yaxud da ki, yoldaşlar, buradakı misallardan, misal üçün, vermək gərəkirsə, misal üçün 100 rəqəmi, düzdürmü? 100 rəqəmi burada neçənci sıradadır? Bax, 1, 2, 3, 4, 5, 6, 7, yenə 7-dədir, tamam. 7-ci cəhdə yoldaşlar, biz misal üçün bunu axtarası olsaydık əgər, biz bunu neçə cəhdə tapacağıq? Arraydə 7 cəhdə tapırıqsa, buna baxın yoldaşlar, eyni qayda 3 cəhdə tapırıq. Gəlin başqa rəqəm seçin. Misal üçün nə olsun? Bax elə bu tutaq ki 3 olsun. Bu 3 deyil, 24 olsun. Bax bu 24 və ya 78 olsun. Ha, 78 də pis deyil əslində. Bax misal üçün 78 normalda 1 2 3 4 5 6 7 8 9 10. Normalda 10 dənə cəhd tapacaqdıqsa, amma artıq 78-i 1 2 3 4 5 6. Toplamda yəni ki 6 cəhdə tapa bilirik. Yəni ki hər bir halda yoldaşlar, yəni ki az qala 2 qata yaxın və ya 2 qatdan çox, yəni ki 2 dəfə və 2 dəfədən 2 dəfə civarında biz yəni ki bir sürət qazanmış oluruq. Yəni düşünün yoldaşlar, burada mən sadəcə kiçik rəqəmlərdən istifadə edirəm. Yəni hər bir halda daha yəni ki uzun arraylərdə, daha fərqli alqoritmlərdə görün nə qədər sizi qabağa sala bilər. Bax bu yoldaşlar binary tree-nin search mexanizmasıdır, search anlayışıdır. Yaxşı, bəs bu indi kod üzərində necə realizasiya olunur? İndi gəlin ona baxmağa çalışaq. Dostlar, preorder qalsın yuxarıda və yaxud da ki preorder yəni yoldaşlar bu ümumiyyətlə aşağıya doğru çəkək, bu sadəcə print etməklə yarayır. Insert qalsın burada, search hissəsində, search-ü də buradan yazmağa çalışaq. Dostlar, yenə search etmək üçün biz əslində üzərində addımlama etməliyik, düzdürmü? Necə ki insert olduğu kimi və ya preorderda olduğu kimi biz addımlama edirik və addımlamanı başlatmaq üçün yoldaşlar bizə bir dənə nə lazımdır? Köməkçi bir metod lazımdır. Gəlin o səbəbdən əzbərdən public sub elə search adında bir ədəd subprosedur yaradacağam və bu subprosedur yoldaşlar hansı dəyəri axtardığını bəri başdan bilməlidir. Və geriyə nə qaytaracaq yoldaşlar? CLS node. Çünki niyə yoldaşlar? Təbii burada biz yəni function yaradaq. Çünki mən axtardığım dəyəri tapdım, heç bir şey olmaz. Ən azından həmin o nodun özünü geri qaytarsın ki, yəni bilək ki, həqiqətən tapdı. Dostlar, İçərisini doldurmadan öncə, yəni ki, bu hansı metodu çağıracaq, gəlin, indi onu başlayaq yazmağa. Yazacağımız metodu yoldaşlar, deməli, aydın məsələdir ki, insert üzərində addımlayıb lazım olanda nod yaratdığı kimi, tamam,
eyni məntiqlə burada yazacağımız metod isə private. Misal üçün nə? Function search deməli search node metodu isə həm addımlama etməlidir yoldaşlar, həmçinin də yoxlama etməlidir. Yəni ki, hər bir dəfə addımladıqca yoxlama etməlidir. Biz də artıq yoldaşlar həm insert-də gördük, həm də zaten keçən dərslərdə gördük ki, addımlama etmək demək əslində rekursiyadır. Yəni ki, binary tree üzərində rekursiya etmək deməkdir. Bax, indi eyni rekursiyanı da aşağı-yuxarı burada yaratmağa çalışacağıq. Dostlar, kənardan nə qəbul edəcək bu? Yenə node as bir CLS node kimi, yəni ki, başlanğıc olsun və ya sonrakı nodlar fərq etməz, onları qəbul edəcək. Daha sonra isə value as bir long kimi və geriyə də təbii ki, node qaytarsın ki, bu da geriyə node qaytara bilsin. Dostlar, gələn nodu ilk öncə təbii ki, yoxlamaqda fayda var. Çünki mən bax bu şəkildə birdən gəlib misal üçün search eləyəsi olsam, heç bir şey yoxdur içərisində, bütün hamısı kommentariyadadır. Belə search eləyəsi olsam, təbii ki, heç bir şey olmadığı üçün bu xəta verə bilər. Yəni bəri başdan elə onu yoxlayaq. Yəni ki, deyək ki, node əgər is nothingdirsə, bu şəkildə heç bir şey işarə etmirsə, sadəcə nə etsin yoldaşlar? Exit function. Yəni ki, mənə heç bir şey qaytarmağına gerek yoxdur. Zaten exit function demək CLS node tipində geriyə boş bir obyekt qaytarır və onun da zaten boş olduğunu yoxlayaraqdan tapılıb və ya tapılmadığını yoxlaya bilərik həmçinin. Yaxşı, boş olmasa, yəni ki, burada konkret bir tree olsa, bəs onda necə olacaqdır? Bax, onda əsas məsələmiz indi başlayır. Deyirik ki, if value əgər göndərdiyimiz bax bu value kimə? Həmin göndərdiyimiz nodun valuesuna bərabərdirsə, yəni ki, üzərində addımladığımız nodun valuesuna bərabərdirsə, burada yoldaşlar necə edirdik? Baxın, göndərilən nod ilə əlimizdə olan dəyəri və ya ki, üzərində addımladığımız nod ilə göndərilən dəyəri müqayisə edirdik, kiçikdir, böyükdür. Burada isə sadəcə bərabərləşdirməsidir. Çünki mənə konkret nə soruşurlar? Məsələn, 12-ni tap. 12-ni tapmaq nə deməkdir? Yəni ki, göndərilən nod, nodun dəyəri bərabərdirmi 12? Bu şəkildə bir yoxlama edəcək. Əgər bərabərdirsə, lap yaxşı. Bax, bu elə əsas bizə lazım olacaq məsələlərdəndir. Mən bu search node vasitəsilə tapmışamsa əgər, həmin o nodu geriyə qaytaracağam. Ən sadə şəkildə. Yox, əgər tapmamışamsa, nə etməliyəm yoldaşlar? Üzərində addımlama eləməliyəm. Bax, indi əsas məsələ buradır yoldaşlar ki, mən tapanda tamam search node, təbii burada set deyək, set search node deyib, həmin nodu geriyə qaytaracağam və onu burada tutacağam, görəcəm. Lakin olmadığı təqdirdə isə addımlama etməliyəm. Lakin yoldaşlar, bizim artıq buradakı binary treedəki addımlamamız, yəni ki, pre-order addımlaması deyil. Artıq sürətli şəkildə axtarış əgər niyyəti ilə bunu ediriksə, biz göndərilən dəyəri solla sağla, böyükdürlə, kiçikdirlə yoxlamalıyıq. Yəni ki, əslində burada etdiyimizi burada təkrar etmiş olacağıq. Yoldaşlar, nə edəcəyik? Deyək ki, belə bir şey. Else əgər, yəni ki, artıq else hansı vəziyyətdə yoldaşlar? Nodun, yəni ki, daha doğrusu dəyərin tapılmadığı və ya ki, dəyərin növbəti nodlarda olduğunu göstərsin. Yəni, mən əgər value, node value bərabərliyi burada işləsə, tapmışam deməkdir. Əks təqdirdə tapmamışam deməkdir. Tapmamışamsa, növbəti noda keçməliyəm. Dedik ki, növbəti noda keçməkdən ötürü də mən gələn bu dəyəri yoxlamalıyam. Görün, 5-in soluna mı, sağına mı doğru addımlama edim. Bu səbəbilə yoldaşlar, if əgər value aşağıda yazdığımız kimi nodun əgər valuesundan kiçikdirsə, bu hansı hal idi yoldaşlar? Bu sol tərəfə addımlamaydı, düzdürmü? Lakin digər isə nə olacaqdır? Sağ tərəfə doğru addımlama. İndi sağ tərəfdə olan, deməli, nod üzərinə addımlayıram. Addımlayandan sonra yenidən search node işə düşməlidir. Yenidən həmin yoxlanılmalıdır. Və yoldaşlar, set search node deyəcəm və aşağıda olduğu kimi yoldaşlar, burada olduğu kimi addımlamanı gerçəkləşdirməkdən ötürü elə search node, özü-özünə search node üzərində olduğumuz bu nodun leftini və həmçində valuesunu deməli göndərəcəm. Lakin sağ tərəfdə əgər sağ tərəfə doğru addımlayıramsa, elə bu search nodun özünə sağ tərəf üzrə deməli addımlama gerçəkləşdirəcəm. Və yoldaşlar, burası tam ümid edirəm ki, aydın olur. Yəni ki, mütləq üzərində yenə də işləməyə çalışın. Baxın, mən tapsam dəyəri lap gözəl. Lakin tapmasam, bu axtarış mexanizmi yəni ki, qaldığı yerdən davam eləməlidir. Yəni ki, mən bir dəfə tapdımsa, lap gözəl. Yox, tapmayanda iş bitməməlidir da, növbəti noda keçməlidir. Zaten bu search nodun da, elə bu insert nodun da elə əsas məqsədi o deyilmi ki, tapanda işini görsün, yox, tapmayanda növbətlərə addımlama eləməlidir. Bu növbətlərə addımlama etməni də yoldaşlar biz rekursiya vasitəsilə edirik. Və bundan sonra yoldaşlar,
node M left deyəcəyik, M right deyəcəyik. Bu şəkildə sağa doğru addımlayır. Və bundan sonra yoldaşlar artıq işimiz bitir. Sadəcə nə iş görəcəyik? Elə set search deyək. Set search bərabərdir. Elə search node M root value. Belə elədiyimiz təqdirdə yoldaşlar artıq bu biz search metodu və ki funksiyası bizə lazım olan nodu bizə geri qaytarmalıdır. Yoldaşlar baxaq indi. Gəlin belə təbii indi bu nodlar sadəcə ancaq longdan ibarətdir yoldaşlar. Hər bir halda istifadə etməyə çalışaq. Bunu da yoldaşlar 3-cü example üzərindən etməyə çalışaq. 3-cü example-da da eyni qayda yoldaşlar. Yəni ki bu 2-ci example-a oxşardır. Yəni ki paralel getmir, fərqli gedir. 50, 45, 40, yəni bunu burada kopyalayayım. Bu şəkildə qabağına sadəcə insert yazaram. Insert, hətta bunu belə eləyək. 3 insert. Buna da insert, buna da buna və buna da. Bundan sonra yoldaşlar nə edək? 3 nöqtə reorder print deyək. İlk öncə çapa verək ki, düzgün şəkildə əlavə olunurmu? Run düyməsini klikləyəndə baxın, illaki oldu. Və bundan sonra yoldaşlar artıq biz search metodunu çağıra bilərik. Artıq yoldaşlar 3 search deyəcəm. Nəyi axtarsın yoldaşlar? Misal üçün 100-ü. 100-ü axtarsın. Elə geriyə də yoldaşlar həmin elə o 100-ün özünü geri qaytarsın. Dediyim kimi yoldaşlar sadəcə burada indi mən nodu içərisində sadəcə long, yəni ki bir ədəd dəyər əlavə etmişəm. Əks təqdirdə bunu dostlar siz daha da obyekti böyüdə bilərsiniz. Fərqli datalar olsun. Hər bir halda bunu 100-ün özünü görə, əgər tapdınızsa zaten 100-ün özünü geri qaytarmalıdır metod içərisindən. Bunu yoxlamağa çalışaq. Yoldaşlar, run düyməsinə klikləyəndə baxın, həqiqətən tapdı. İndi gəlin bunu bayaq dediyimiz məsələ ilə də yoxlayaq dostlar. Hansı məsələdir? Biz dedik axı misal üçün burada fikir versəz 7-ni misal üçün hətta buradaydı da düzdürmü? Misal üçün 8-i mən 7 cəhdə tapıram, lakin binary tree-də mən onu artıq 3 cəhdə tapıram. Bu 3 cəhdin olub-olmamasını gəlin hətta yoxlayaq. Görə 3 dəfə mi dönür, yoxsa daha artıq mı dönür? Bunu da yoxlayaq. Bunun üçün yoldaşlar bu hissəni bağlayacağım. Bu hissəni yenidən açacağım. Zaten buydu. 8-i axtarırıq biz burada. Bu hissəyə qədər hər şey aydındır. Run düyməsinə klikləyək, başlayaq. F8-in adını baxın yoldaşlar, gəlir. Birinci cəhd yoxladı, getdi. İkinci cəhd. Fikir verirsiniz yoldaşlar, artıq üçüncüdə tapdı. Üçüncüdə tapdığı üçün yoldaşlar artıq özünü tamamlayır. Yəni ki, qalan o addımları özünü tamamlayır. Artıq bundan sonra 8-i bizə deməli geri çıxardır. Deməli debug edir. Bir də göstərmə yoldaşlar istəyirsiniz. Baxın, run düyməsinə kliklədim. F8-lə gəlirəm. Bax, ilk cəhddə fikir verin, bu ilk cəhddə artıq tapdı. Yəni ki, illaki sağ tərəfində olduğunu təyin elədi. Getdi. Yəni birinci yoxlama idi. Hansı ki 8-i 5 ilə yoxladı ki, deyil, bərabər deyil. Hansı ki burada bərabər olmadığını qərar verir. Orada qərar verir ki, bərabər deyil, amma aşağıda qərar verir ki, bu artıq sağ tərəfində, 5-in sağ tərəfində axtarmalıyam. F8 ilə yuxarı qalxır, ikinci cəhdə yoxlayır. Artıq ikinci cəhdə yoxlayanda 7 ilə yoxlayır. Təbii ki də fikir verirsiniz, baxın, value 8-dir, node 7-dir artıq value'su. İkinci dəfə yoxlayanda görür ki, yenə sağındadır. Artıq üçüncüyə gələndə, baxın, artıq bu if çalışır. Bu if çalışdığı üçün yoldaşlar, 8-in 8 bərabər olduğu üçün üçüncü cəhddə biz nə edirik yoldaşlar? Onu artıq tapıb cavab verə bilirik. Baxın yoldaşlar, görün, bu axtarış mexanizmlərində necə böyük bir sürət bizə qazandırmağa yardımcı olur. Dostlar, binary tree, baxın, bundan ibarət idi. Əgər bura qədər gəldinizsə, bu hissəyə qədər yəni ki, öyrənə bildinizsə, siz böyük bir data strukturu öyrənmiş oldunuz. Sizə alqoritmi anlayışında, rekursiya anlayışında, ümumiyyətlə proqramlaşdırmanın bu səviyyəsini öyrənməkdə və başa düşməkdə sizə çox kömək olacaqdır. Mənim artıq bununla bağlı deyə biləcəyim başqa bir məsələ qalmadı. O zaman yoldaşlar, sağollaşa bilərik. Suallarınız olduqca mənə yazmağı unutmayın, çəkinməyin. Mütləq yazın mənə. Maksimum dərəcə cavablandırmağa çalışın bildiyim üzrə qədər. Dostlar, o zaman gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın.